Sayqa ilə verilişi Ayla İstirahət Mərkəzinin sponsorluğu, Güvən Taksi və Optimal Mebelin təşkilatı dəstəyi ilə təqdim edir. Duet ortaqları üz-üzə gəldi. Ondan sonra yaddaşını itirib. Gəl indi öldür deyəcək, yox düzdür. Mən yazıq. Sayqa Cahid sərt ismarıc göndərdi. Belə çox hündürdə hiss eləyirlər, tələsməyir. Desənir. Güman eləyirəm, söhbət bəndən gedmir. Yox, elə şey yox. Axıra qədər bulaq. Biz bir halda da olur. Talib Talihə qarşı inanılmaz iddia. 2-3 gün qalıb videoya çıxardı, mənə zəng vurub ki, bir gecəyə məşhur olasan, hüququm da var, hüququm da var. Birazdan Sayqa ilə. Sözü duzlu məzəli, ayır benim gözəli, hər şəmbə bazar izlə, sayqa ilə yedirlə. Sözü duzlu məzəli, ayır benim gözəli, hər şəmbə bazar izlə, sayqa ilə yedirlə. Sayqa ilə efirdə Maşallah. və əlbəttə ki, Vasiflə birlikdə. Sağ olun. Hər vaxtınız xeyir olsun və biz xoş gəldik sizin vaxtınıza. Hər halda fərqimizdəsiz, deyilmi? Və əlbəttə ki, proqram başlayan kimi Eren qrupunu mən salamlamayım, nə edim? Nə gözəl xanımdır, o mənim canımdır, mən onun xəstəsi, ona dərmanımdır. Ay nə gözəl xanımdır, o mənim canımdır, mən onun xəstəsi, ona dərmanımdır. Gördük sizi də və əlbəttə ki, bugün də belə qeyri-adi, rövşən qonaqlarımız olacaq. Söhbətlərimiz bir-birindən maraqlı olacaq. Amma bir şey var ki, sən hiss elədin bizim də Eren qrupunda fərqliliyi. Mütləq olmalıdır, çünki fərqli verişim. Ayırbədə fərqlilik var. Eren qrupunda niyə olmasın ki? Bəli. Bizim yeni bir müğənnimiz var, bek vokalistimiz var. Sən təqdim elə, ay Rövşən. Sizləri salamlayıram, tamaşaçılarımızı salamlayıram. Bizim qardaşlar Zakan, Zakir qardaşımız, Mehman, Rəşad, Ramiz, Aslan, Elmin, səs rörsüzdür ki, Və əlbəttə ki, Aslan. bəli. Bir Aslan yeni gəldi də. Onun üçün bir gözəl, neysə bir şey ifa eləyə bilərsiniz. 1, 2, 3. Təşəkkürlər əzizlərim və əlbəttə ki, xoş gəlmişsən, bir daha deyirəm var. Sağ ol, sağ ol, çox sağ ol. Mən də salamlayıram, tamaşaçılarımızı, dostlarımızı salamlayıram, hər birini Rövşən qardaşımız başda olmaqla. Bu mahnının sözlərindən başlamaq istəyirəm. Mahnının sözləri ölərəm nədir? Qalaram nədir? Qalaram nədir? Real həyatda ölməyimi var? Yaşaya- Yox deyirsən, sağ ol. Yaşaya-yaşaya da ölmək olur da, belə görürsən də. Amma düzdür, mənə aidiyyət yoxdur mənə da. Sən yaşa-yaşa ölmürsən. Yox, şükür Allaha ki, yox. Min şükür. Biraz reallıqdan nə əcəb yazmırsan? Reallıqdan niyə yazdıqlarım da var. Ha? Sevgidən, məhəbbətdən o qədər var ki. Məsələn, sosial şəbəkələrdə çox olursan da, bilirəm ki, aktivsən sən də. Aktiv deyəm, bir dənə Instagramda varam, mən yazıq. Instagram azdır bəyə. Bir dənə odur da. Bir dənə olsun, ancaq Instagram olsun deyirlər. Ha. Yoxsa Telli Borçalıya dedim ki, sosial şəbəkədə varsan, dedi, hə, varam. Bir dənə WhatsApp-ın statusunda şeylər paylaşıram, şəkillər. Çox haqqlı. Ona görə də elə sən elə Instagramda varsan, min şükür. Amma səni belə deyək də, son vaxtlar heç bir zaman tək görmürük. Hər zaman Zeynəblə görürük. Gələr o da inşallah. Gələrmi? Gələr, yolda. Elə isə gözəl bir musiqi ilə əlbəttə ki, biz Zeynəb Həsənlini studiyaya dəvət eləyək. Andımın sonidi pozulanda, ürəyim yandı, yandı vəfasız. Eşitdim özgə ilə nişanlandım, amma peşmandı vəfasız. Xoş gəlmişsən, ay Zeynəb. olasın, təşəkkür Elə bir ederim. yenə gecikirsən, hə? Gecikmədim, yox. Maşını saxlamaya yer tapırdım ona görə. Ay Zeynəb, Ay canım. bu maşına binməkdən qorxmursan, bacı? Yox. Yox. Yox, yadımda qalmıyor bax heç. Həm də
Hə. Məcburam da axır əvvəl onsuz da oturmalıydım rol arxasına. Qorxutmuram özümü. Qəzadan sonra yaddaşını itiriblər. Arada Vasifi tanımıram arada. Amma daha ehtiyatlısan. Hə, ehtiyatlıyam. Əvvəl də ehtiyatlıydım. Yağışlı vaxtlarda da maşın sürməzsən. Yox, sürürəm. Yadıma düşmür axı ona görə hələk. Yox, sürürəm. Nə yaxşıdır, ehtiyatla. Deyirəm, bəlkə Vasifə artıq sərf eləmir səni tanımaq, tanımamaq. Vasifə. Niyə mənim yaddaşım yerindədir bu yaddaş? Bu yaddaşı yerindədir. Arada bir Onda yadıma sənə salır. sərf eləmir. Hə, arada yadıma salır. Ay sağ bax, onu Əzimov. Keçmişən olur. Əzimov. Əzimov. Daha, Kimi də unutsam Vasifi unutmaram. Vasif mənim sənət dostumdur və can dostumdur, bunu hamı bilir. mən siz səni ümumiyyətlə unutmaram. Biz neçə illərdə unuda bilmirik. Ay sağ ol. Onu da Elə isə- bilmir, hə? Unuda bilmirəm, yox. Hansı mahnı? Bizim duetimizi oxuyaq da onda. Dueti sonra oxuyarsan, tək Nəyi? ifa elə. O heç Tək səni ifa gözləmədi, öz tək mahnısını ifa elədi. Valla da açıq. Hə, görürsən? Sən oxudun, oxumadı. Əlbəttə. Yox. Yox. Vasif mənsiz oxumaz. Birinci duetlə girərik, sonra tək oxuyar. Yəni xəstəlikdir filan hamısı geridə qaldı. Yeni Qaldı, mahnıda şükür Allaha. Hə, biz hazırladıq. işləmək lazımdır. Dayanma. Və Mənə dəxli yoxdur. da sənə heç bir zaman Sürü dəxli olmaz. yapardı mən studiyaya. Sağal. Sağal, oxumalı. Sağal da, hə. Neyniyim də. Doğrudur da. Mən də məcburam tökülüb qalıb. qorxumdan. Avariya vaxtı. Xəstə adam, getdim də studiyaya kimi. Sən də çox sakitsən. Çox sakit. Çox. Bilirsən də Yəni sakit. tanımayanlar bilsin, çox sakitdir. Mən bilirəm Vasif nə çəkir. Sayğan, Biraz mən da niyə belə yaddaş pis problemi oldusa oldu %100. Sayğan, mən niyə pisdirsən Sayğan? Sən məni tərifləməzsən. Mən səni tərifləyim də, hə, düz deyirsən, Ya, yaxşı olanı deyirsən. dedi, olanı da. Amma indi digər qonaqlarımız da var, onları da dəvət eləyim. dostlarımız. Amma onları dəvət eləməmişdən öncə mən bir şey demək istəyirəm. Vasif, mən artıq bizim mövsüm başlayandan və hələ ondan əvvəlki mövsümdə də mən daha çox populyar, artıq sözünü demiş filan bu sənət adamları ilə yanaşı yeni addımlayan insanlarda mən tez-tez dəvət eləyirəm. Yəni onu ki, hələ çoxları tanıyır və yaxud da bir çoxları hələ tanımır. Yeni addımlayırlar, yeni mahnılar yazırlar. Kimin hansı dərəcədə istedadı var, onu onsuz da zamanla tamaşaçı deyəcək, onsuz da zamanla belə deyək də öz sözünü deyəcək və o şey məsələsi var da ələnəcək, doğrudurmu? Əlbəttə ki. Amma təəssüflər olsun ki, çox zaman mənə bəzi belə deyək, artıq əməkdar artist və ya xalq artisti olmuş müğənniləri dəvət eləyəndə deyir ki, tanınmayan, hələ öz sözünü deməmiş müğənnilərlə məni dəvət eləmə. Bəs o necə desin sözünü, o tanınmayan? Amma bir şey demək istəyirəm, məni tanıyanlar tanıyır. Artıq 30 il oldu ki, mən də bu sahədəyəm, jurnalistikadayam. Sayqa ilə verilişi Ayla İstirahət Mərkəzinin sponsorluğu, Güvən Taksi və Optimal Mebelin təşkilatı dəstəyi ilə davam edir. Ayla Ailəvi İstirahət Mərkəzi yeniləndi, dəyişdi. Dəyişən rəhbərliyi ilə yenilənən Aylada toy, ad günü, ən xoş günlərini bizimlə qeyd edə biləcəksiniz. Milli mətbəxin ən ləziz təamlarından dadıb, ölkənin ən tanınmış simaların ifalarından həzz alacaqsınız. 150 nəfərlik banket, 400 nəfərlik toy zalını sizin yolunuzu gözləyir. Hər gün canlı musiqi. Ünvan 8-ci kilometr, Şərifli 1B. Qaraqaray metrosunun yaxınlığı. Əlaqə nömrəsi 055 221 07 66 055 227 37 35. Ayla sizin yolunuzu gözləyir. Və oldular ki, əməkdar artist, xalq artisti özlərin bugün enilməz, yıxılmaz, belə çox hündürdə hiss eləyirlər. Onların da ilk səhnələrində mən başqa televiziyada çalışırdım, bir neçə televiziyada çalışmışam. Həmin yerdə mən onları dəvət edirdim, onları çağırırdım. Hansı ki, o vaxtı yetərincə tanınan sənətkarlar ki var idi, onlar heç bir söz söyləmirdilər, əksinə dəstək olurdular. Amma nədən bugün
onlar özlərini bu qədər yüksəkdə hiss eləyirlər. Mən bunu anlaya bilmirəm. Və mən hər zamanki kimi, hər zamanda necə, ən azından, bax, elə siz ikiniz də çox gözəl bilirsiniz ki, hələ sən heç efirlərə belə çıxmadığın anlarda mən çalışırdım ki, dəstək olum. Düzdür, o sözü mən xoşlamıram deyim ki, mən kimə dəstək olmuşam, kimə yox. Amma bu faktdır, düzdürmü? Mən bugün də yenə öz missiyamı davam etdirirəm. Kim ki gəlmək istəmir, kim ki bəyənmir, gəlməsin, bəyənməsin. Belə deyək, yalnız zamanla hər şey öz qaydasına düşür. Heç tələsməyin. Çünki hər qatarın dalıca bir əl sallayan olur və yeni paronda artıq, əlbəttə, yeni bir qatar gəlir. Və bu yeni qatarın sakinlərindən dəvət eləmək istəyirəm mən. Mətanət Kərimlini dəvət eləmək istəyirəm. Gözəl öz səsinə. Yüreğime boş verme, el alem ne derse desin. Hadi 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 hadi. Təşəkkürlər. Təşəkkürlər. Əyləş və mən növbəti qonağı dəvət eləmək istəyirəm. Elşad Əziz, bir musiqi, zəhmət olmasa. Mikrofonu götür, amma
amma Elşad Əzizlidir, Əzizidir. Hoş gəlmisən. Əzizi. Bəli, bəli. Əzizim Elşad. Danışa bilərəm bizi. Əlbəttə, elə belə də danışa bilərsən, bəli. Mən də salamlayıram sizləri, Sayqa xanım. Təşəkkür edirəm. Tamaşaçıları salamlayıram və mənim yaxın dostlarım. Siz salamlayıram, xanım, siz salamlayıram və gözəl musiqiçilərimiz, Rövşən qardaşımız, Eren qrupunu salamlayıram hər Buyur, birinizi. mahnını. Hə, istərdim indi Aha. dostlarımızla ifa edirəm. Hə, canlı ifa. Nə gözəl. Buyur. Bir gözələ vuruldum, dedim ona dəymə, dəymə. Bir gözələ vuruldum, dedim ona dəymə, dəymə. Həsrətinlə qovruldum, yandı bağrım ona dəymə. Həsrətinlə qovruldum, yandı bağrım ona dəymə. Dəymə, 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 dedim ona dəymə, dəymə. Dəymə, 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 dedim ona dəymə, dəymə. Həsrətinlə kül oldum, yandı bağrım ona dəymə. Həsrətinlə qovruldum, yandı bağrım ona dəymə. Eşkim dilə gəldi, sevgim dilə gəldi. Bir ah çəkib ötdü, daşlar dilə gəldi. Eşkim dilə gəldi, sevgim dilə gəldi. Bir ah çəkib ötdü, daşlar dilə gəldi. Görənlərin aldı, sevənlərin aldı. Görənlərin aldı, sevənlərin aldı. Bir sən inanmadın, bir sən inanmadın, bir sən inanmadın, bir sən inanmadın. O qəlbin baxışların orandı mı, səldi mi? Eyləmə qardaşların, əydi mənim qəlbimi. O qəlbin baxışların orandı mı, səldi mi? Eyləmə qardaşların, əydi mənim qəlbimi, əydi mənim qəlbimi. Gözlərin süzmə belə, gözünə qurban. Baxışın nəğmə kimi qəlbimə dolar. Gözlərin süzmə belə, gözünə qurban. Baxışın nəğmə kimi qəlbimə dolar. Naz etmə aşıqına, nazına qurban. Dərdinlər gül yanalım, saralım solar. Naz etmə aşıqına, nazına qurban. Dərdinlər gül yanalım, saralım solar. Dağlar duman olar, hanım yaman. Dağlar duman olar, hanım yaman olar. Səni mən çox sevirəm, sən nə sevsən olar. Səni mən çox sevirəm, sən nə sevsən olar. Həssəs çəkən qəlbimin yarasına qurbanam. Gözlərinin o şaşan qarasına qurbanam. Həssəs çəkən qəlbimin yarasına qurbanam. Gözlərinin o şaşan qarasına qurbanam. Görüşünə gəlməmişəm bağışlar, mən qədrini bilməmişəm bağışlar. Görüşünə gəlməmişəm bağışlar, mən qədrini bilməmişəm bağışlar. İncimə, incimə, yarım məndən incimə. Ay arzu diləyim, saadətim incimə.
Təşəkkürlər. Çox sağ olun, Mən minnət. səni bağışladım. Gəl otur. Gəl otur və əyləş zəhmət Çox olmasa. sağ olsunlar, bizim Çünki dəyərli musiqiçilərimiz. Ha. Təşəkkür edirəm, var olasınız. Bunlar olmasa biz... onu sonra söhbət edərik. Bir qonağımız da var, gənc istedadlı bir müğənnidir. O da Əfsun Məmmədli. Əzizim doğma kəsim olsa da son nəfəsim Bircə yollu qaydar bəlkəməsim Əzizim doğma kəsim olsa da son nəfəsim Bircə yollu qaydar bəlkəməsim Hə, mikrofonu zəhmət olmasa xoş gəldin və elə ifanla başlayaq. Sayqa xanım, sizi salamlayıram. Buyur. Bütün tamaşaçılarımızı salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. İstərdim, son günlərdə yeni bir mahnım var, onu oxuyum sizlər üçün. Buyurun. Mahnımız gəlsin. Göraçandır ki çəkir əsrət Dəli divanə yazıb könlüm Göraçandır ki çəkir əsrət Dəli divanə yazıb könlüm Yar gedəndən yuxu bilməz ki Nə bu gözlər nə yazıb könlüm Yar gedəndən yuxu bilməz ki bu gözler ne yazık könlüm Əzizim doğma kəsim olsa da son nəfəsim Bircə yollu qayıdıb gəlsə bəsimdir Əzizim doğma kəsim olsa da son nəfəsim Bircə yollu qayıdıb gəlsə bəsimdir Mən yar gözləyirəm bugün gələr səhər gələr Ya da bir xəbər gələr Ya o gəlməz ömrümə qəm gələr, kədər gələr Ya o bir nəfər gələr Mən yar gözləyirəm bugün gələr, səhər gələr Ya da bir xəbər gələr Ya o gəlməz ömrümə qəm gələr, kədər gələr Ya o bir nəfər gələr Məcnun da sevməyib mənim tər Sevgim o yara qədərsizdir Məcnun da sevməyib mənim tər Sevgim o yara qədərsizdir Bilsəydi bəlkə də qayıdardı Amma əfsus ki xəbərsizdir Bilsəydi bəlkə də qayıdardı Əzizim doğma kəsim olsa da son nəfəsim Bircə yollu qayıdıb gəlsə bəsimdir Əzizim doğma kəsim olsa da son nəfəsim Bircə yollu qayıdıb gəlsə bəsimdir Mən yar gözləyirəm bugün gələr səhər gələr Ya da bir xəbər gələr Ya o gəlməz ömrümə qəm gələr, kədər gələr Ya o bir nəfər gələr Mən yar gözləyirəm bugün gələr, səhər gələr Ya da bir xəbər gələr Ya o gəlməz ömrümə qəm gələr, kədər gələr Ya o bir nəfər gələr Mən yar gözləyirəm bugün gələr, səhər gələr Ya da bir xəbər gələr Ya o gəlməz ömrümə qəm gələr, kədər gələr Ya o bir nəfər gələr Mən yar gözləyirəm bugün gələr Səhər gələr ya da bir xəbər gələr Ya o gəlməz ömrümə qəm gələr Kədər gələr ya o bir nəfər gələr Təşəkkür edirəm, çox sağ olun və Sayqa ilə verilişi Ayla İstirahət Mərkəzinin sponsorluğu, Güvən Taksi və Optimal Mebelin təşkilatı dəstəyi ilə davam edir. Duet ortaqları
üz-üzə gəldi. Gəl indi öldür deyəcək, yox düzdür. Mən yazıq. Sayqa Cahid sərt ismarıc göndərdi. Belə çox hündürdə hiss eləyirlər, hiç tələsməyin. Desənir. Güman eləyirəm, söhbət bəndən gedmir. Yox, elə şey yox. Axıra qədər qulaq. Bir halda o olur. Talıb talihə qarşı inanılmaz iddia. 2-3 gün qalıb videoya çıxardı, mənə zəng vurub ki, bir gecəyə məşhur olasan, haqqım da var, hüququm da var. Birazdan Sayqa ilə. Optimalda payız kampaniyası çərçivəsində yataq, qonaq və gənc yataqları, yumşaq mebellərə tək şəxsiyyət vəsiqəsi ilə 24 aylıq, bəli 24 aylıq ilkin ödənişsiz və faizsiz kreditlə sahib olacaqsınız. Bu fürsəti qaçırmayın. Ətraflı 012 954 və ya optimal.az. Güvən Taksi ucuz və keyfiyyətli taksi şirkətidir. Güvən Taksi çox funksiyalı, mobil tətbiqi ilə sürücü və sərnişin arasındakı əlaqəni daha da asanlaşdırır. Təhlükəsiz xidmət və sərfəli qiymət istəyirsinizsə, bizə güvənin. Xidmətlərimizə taksi, dayə, saat hesabı taksi xidməti, transfer və kuryer xidməti daxildir. İstər mobil telefonunuzdan zəng edə, onlayn tətbiqimizdən istifadə edərək sifariş verə bilərsiniz. Ulduz 1188. Elə indi bizə zəng edib sifariş edin. Sizə xidmət göstərməkdən məmnunuq. Güvən Taksi. Ayla Ailəvi İstirahət Mərkəzi yeniləndi, dəyişdi. Dəyişən rəhbərliyi ilə yenilənən Aylada toy, ad günü, ən xoş günlərini bizimlə qeyd edə biləcəksiniz. Milli mətbəxin ən ləziz təamlarından dadıb, ölkənin ən tanınmış simaların ifalarından həzz alacaqsınız. 150 nəfərlik banket, 400 nəfərlik toy zalını sizin yolunuzu gözləyir. Hər gün canlı musiqi. Ünvan 8-ci kilometr, Şərifli 1B. Qaraqaray metrosunun yaxınlığı. Əlaqə nömrəsi 055 221 07 66 055 227 37 35. Ayla sizin yolunuzu gözləyir. Yeni addım atanda, yeni belə deyək də, öz repertuarlarınızı zənginləşəndə və yaxud da ki, reklam PR-larına başlayanda nədənsə artıq yetərincə tanınan simaların qəribə bir təpkisi gəlir. Bu təpki ilə kim qarşılaşım? Amma səmimi. Mən çünki səmimi olduğum üçün və sizin də səmimiyyətinizə Hamı qarşılaşıb. Ümumiyyətlə, Qarşılaşmaq. o təbii haldır da, necə, yəni bu hadisənin özü təbii haldır. Yəni, qısqanclıqdan mı irəli gəlir bu? Olmaz, eləmək olmaz. Yəqin ki, bizə də eləyən olub. Amma şəxsən mən heç kim babalığını yeyə bilmərəm filan kəs. Bəlkə də ola bilər qulağıma çatmıyor. Ola bilir ki, hər hansı bir konsertlərə gedəndə yeni çıxır, tanınmır, onu salın arxaya, vaxt olar, oxuyar, olmaz, oxumaz. Ancaq ilk əvvəllərdə gərək elə şeylərə biraz qəbul eləyəsən. Çünki onu qəbul elətdirmək üçün sənət lazımdır. Mən inanıram ki, mənim Elşad dostum da, Əfsun dostum da düzdür, çoxdan oxuyurlar. Onlar bəlkə məndən də qabaq oxuyurlar. Amma yarları yoxdur onların. Ancaq bu, maşallah, indi başlayıblar PR-a, başlayıblar reklama, davamlı olsun, uğurlu olsun. Sənətləri də buna imkan verir ki, özlərini sübut eləsin. Yaxın, ən yaxın yeri deyim. Türkiyədə ən yaxın, bizə yaxın olanda. Məsələn, Türkiyədə filanda bir də görürsünüz, çox tanınan bir müğənni, hansısa bir yeni bir müğənni, yəni hələ tanınmır və yaxud da ki, çox istedadlı olsa da, olmasa da, yəni bunun fərqinə varmırıq. Amma onu öz yanına götürür, öz dəstəyini göstərir. Amma nədənsə yoxdur. Bizdə də var dəstək göstərən sənətkarlar. Etiraf eləyək ki, vaxtilə var idi. Nəyə görə? Nisa xanım, məsələn, mən şəxsən Kərimi Nisa xanımın təqdimatında, Nisa xanımın belə deyək ki, özünün bir klip çəkilmişdi, onun təqdimatında Nisa xanım təqdim elədi və ona dəstək idi. Amma bunlar çox azdır. Hə, çox tək-təkdir. Yenə də var. Bu yanıma saylandı da, indi azdır. Biraz indiki dövrdə azdır. Bizdə indi bu dəqiqə biraz paxıllıqlar çoxdur, belə deyərdim mən. Gənclərin arasında yoxsa populyarlar arasında? Yox, elə olur da, məsələn, indi hamını şamil etmək olmaz. Məsələn, mənim dostumdur, yəni yaxşıları da var.
Amma ki, biraz o qısqanclıq mı deyim, nəsə belə bir şey var da, olur. Yəni, Olur. onu Məsələn, etiraf eləmək lazım. Məsələn, Mətanət, belə hallarla siz də qarşılaşmışsınız. Bu Talib Talih ilə mahnı məsələsi vardı. Nə mahnı məsələsidir? Biz Talib Talihlə duetimiz olacaqdı. Nə qalıb 2017-ci ildə. Olacaqdı. Yox, mahnı konsertində ifa etdik. Mahnının tək versiyası çıxdı. Sonra mənə 3 gün qalmışdı ki, gəl başqa mahnı ifa edək. Aha. Hə, mahnı qalsın. Mən də dedim ki, mənə xoşdur da, mahnı çıxsın. Nəticə belə bir problem oldu. Anlaşılmazlıq oldu. Anlaşılmamazlıq oldu. Mahnı qaldı. Sonra biraz söhbət böyüdü. Tək versiyası qaldı. Dedim, onu da istəmirəm ifa etmək. O ki, daha önce geçdi. Yəni, dedi, başqa mahnı ifa edək, mən razı olmadım. Yəni, o nədən irəli gəldi? Sənin populyar olmamağından mı? O mənə deyirdi ki, sən istəyən ki, bir gecəyə məşhur olasan, bu olmayacaq. Yəni, sən bu şeylə mümkün deyil. Biraz aramızda problem böyüdü. Aha. Amma sən bir günə mi, yəni dediyin kimi bir gecəyə mi populyar olmaq istəyirdin? Yox, mənim öz şəxsi mahnılarım var. İllərlə əziyyət çəkirəm. Mən bu sənətdə yəni ifa edirəm. Çoxdan da öz mahnılarım var. Sadəcə olaraq o da istədi duet oxuyaq, mən də istədim. İkimizin razılığı oldu. Amma təklif kimdən gəldi ilk öncə? İlk öncə çoxdan 8 ildir, 9 ildir tanıyıram Talib Talihi. Aramızda yaxşı dostluq münasibəti var idi. Təklif ilk öncə o Talib Talih çoxdan ifa etmək istəyirdi. Mən sadəcə o dövrlərdə raskurtka istəmirdim etmək. Sonradan mən özüm istədim ondan ifa etmək. O da razı oldu. Dedi ki, ifa edək, oldu. Sonra da populyar olandan sonra sənin o özün dediyin kimi raskrutka elədin, eləmədin onun üçün nə? Məsələn, bilirəm ki, Talib Talih yetərincə populyar müğənnilərlə də duet oxuyur. Və sənlə niyə oxusun ki? Artıq mahnı ifa olunub, hər bir şey olunub. Duet olaraq. Duet olaraq da ifa olundu, konsertdə də ifa etdik. Sadəcə ərsəyə gəlmədi, tək versiyası oldu. Olub da. Tək versiyası olub, amma duet olmadı. Buna görə sən hər hansı bir maddi bir şeylər, ödənişlər edilmişdin mi? Tam ödəniş olundu. Ya, mahnıya mı görə Talıba? Mahnıya görə ödəniş olundu. Talib Talihlə ikimiz də bir yerdə dedik ki, duet oxuyacaq. Razılıq oldu iki tərəfdən. Özü də dedi, artıq 2-3 gün qalıb duet çıxardı, mənə zəng vurub ki... Aradakı o pul məsələsi nə oldu? Biraz yarısı getdi, yarısı getdi. Onu da belə duet şəklində yarı-yarı eləyərdiniz. Yox, mən tək versiya oxumayacaqdım. Tək versiya istəmirdim ifa etmək. Nə Sayqa? Nə deyəsən, burada fikir vermədim deyəsən. O problem deyil. Sağaldıqca onlar aradan qalxacaq. Zeynəb. Problem var başında. Amma eşitmədim. Qulaqda da var. Nə gizdə deyil, valla. Sizdə necədir bu duet məsələləri? Valla deyirəm, eşitmir. Demirəm, qulağı biraz şey. Yalandan deyir. Birazdan olan şeydir, düzələ. Yox, bizdə şey yoxdur, yox. Yəni, dueti belə oxuyuram biz. Birbirimizi biraz eşitmir, ya da ağır eşitmir ona görə. Yox, amma bizim aramızda yəni sırf dostluq olduğuna görə Sayqa, biz yəni bu İş olan yerdə, bu olan yerdə dostluq ikinci planda deyil mi? Yox, birinci bizdə odur. Çünki əvvəl biz dost kimi, yəni dostluğumuz olub bizim neçə illər. Sonra biz duet oxumuşuq. Yəni bizim aramızda bu deməkdir ki, biz birbirimizi müğənni kimi tanımırıq. Məsəl üçün, Vasifin pulu olmur. Məsəl üçün, Vasifin pulu... Məsələsinə gəlimdə necə olur? Deyəcəm indi mən sənə. Yoxdur pulu. Pulu yoxdur, məsəl üçün, deyirəm, ala götür bunu xəşləyərsən, eləcəm. Məsələn, Talib Talih pulunu alıb, mahnı deyib ki, duet oxuyacaq, sonra oxumayıb, pulunu da arxasına keçib də, düzdür, ya yox. İnsanlar Talıbı tanıyıram, valla indi bilmirəm, bəlkə xanımla aralarında nə istədiyimiz varsa baş verir. Mən də çoxdan tanıyıram. Mən deyirəm, artıq 8 il, 9 ildir bizim görsən, dostluqları var idi. Alınmayıb da nə. Sadəcə olaraq mahnı alındı, konsertində də ifa etdik biz onun. 2-3 gün qalmış. Mənə dedi ki, yox, mümkün deyil, başqa mahnı ifa edək. Mən dedim ki, ödənişi mən eləmişəm, mənli idi də, nə olsa mənli idi. Dedi, ya başqa mahnı, mən də tərəddüd etdim, ifa etmədim. Gördün? Başqa mahnını, həmən mahnını istəyirdim mən. Aha. Həmən nə qalıb istəyirdim, amma o başqa mahnı dedi. Nə qədər idi, nə qədər ödəniş eləmişdin, nə qədəsi gedib, nə qədəsi qalıb? Tam ödəniş etmişdim. Tam, yəni, nə qədər? Burada deyim, efirdə. Hə, nə olacaq ki? Onsuz da hamı bilir. Problem deyil ki. Ay Sayqa, bəsdir, bazar açma, bəsdir. Sayqa bilirəm, neyini? Sayqa bilir. Bazar açma, bəsdir. Sayqa. Ne verib də Allah verəndən. Allah verəndən? Allah verəndən versəydin bu boyda qırğın olmazdı ki. Qırğın da öyle. Cəmaatı pulunu da
Xanım qırğın qaytarmır. eləmir, axı niyə qırğın yaradırsan? Yo, bizim aramızda çox böyük Yaratmadım bir ki, mən dava sual oldu. verdim. Yox, yox, dava Məni olub. bağışlayın. Əzizim, dava olub aralarında. Aramızda. Aramızda çox Açılış dava oldu. Başda. Qulaq asın, siz də duyu, toxuyansınız, qulaq asın. Yo, yo, Allah uzaq eləsin. Yo, yo, vallahi yo, bizdə Əgər dava dava yox. olubsa, püsür. Yo, yo, hə davalar. Amma davanın sonu nə ilə bitdi? Biz artıq danışmırıq onunla. Və arada pul var. Danışsanız da, danışmasanız da. Nə bilim, getdi də. Məhkəməyə verdinmi? Yox, heç bir zaman məhkəməyə. Verilişin axına qədər gör necə hala gətirmişik ki, Verəcəm buradan çıxıb gedəsən məhkəməyə. Etmərəm. Yox, əlbəttə ki, hər şeyi sülhlə bağlamaq lazımdır. Amma hər halda hər kəsin öz haqqı var, hüququ var və bu hüquqları da tapdalamaq lazım deyil. Hüququm da var. Mən də elə düşünürəm ki, mənim haqqım da var, hüququm da var. Sadəcə olaraq o özü belədir ki. Amma əzizim, nə olmasına asılı olmayaraq, necəsə olmasına asılı olmayaraq, mən hər zaman verilişin əvvəlində də dedim, deyirəm və hər zaman da hər yerdə demişəm, mən hər zaman gənclərə dəstəyəm. Yəni, gücüm çatana qədər. Hər hansı bir konsert eləyirəmsə, xeyriyyə konserti olsun deyə və yaxud da ki, dövlət konserti, nə fərq eləmir. Önəm daşıyan odur ki, istedadlı olan gəncləri irəliyə çəkək. Yəni ki, onun o qazanında qaynayan o bir içimlikdə duzu bizdən olsun deyə. Məsələn, mən indi Aslanı təqdim eləmək istəyirəm. Aslan bizim Eren qrupuna yeni gəldi. Çox da istedadlıdır. Sayqa ilə verilişi Ayla İstirahət Mərkəzinin sponsorluğu, Güvən Taksi və Optimal Mebelin təşkilatı dəstəyi ilə davam edir. Duet ortaqları üz-üzə gəldi. Gəl indi öldür deyəcək, yox düzdür. Mən yazıq. Sayqa Cahid sərt ismarıc göndərdi. Belə çox hündürdə hiss eləyirlər, tələsməyir. Desənir. Güman eləyirəm, söhbət bəndən gedmir. Yox, yox, elə şey yox. Axıra qədər qulaq. Biz bir halda o olur. Birazdan Sayqa ilə. Və Elşad, bax, yeni başlayanda biri var ki, oxunan mahnıları ifa eləyirlər və yaxud da ki, nə zamansa oxunub onları aranjman eləyir. Bir də var ki, artıq sırf sənin səsinə, sənin oxum tərzinə aid olan bir mahnılar lazımdır. Buna da bəstəkara müraciət edirsiniz. Təbii ki, bəstəkarlar da, mən bugün onlardan əl çəkməyəcəm. Tanınmış artıq öz populyarlara qiymət ayrı olur, amma yeni başlayanlara nədənsə çox baha olur. Burada artıq mən nəinki müğənniləri, artıq mən burada şairləri və bəstəkarları da qınayıram ki, yeni çıxanlara əksinə, belə deyək, aşağıdan biraz aşağı qiymət, qanarar demək lazımdır ki, Vasif, mənlə razılaşarsan yəqin ki, onlara daha da dəstək olsun, onlar da populyar olsun. Elə bir ki, tər başlayırsanır. Güman eləyirəm ki, söhbət bəndən gedmir də yəni. Yox, bəstəkarlardan və şairlərdən gedir. Ümumiyyətlə, hər kəsə bir gözlə baxmaq lazım. Ay, sağ ol. Yeni bəstəkarlar deyəndə ki, biz yeni başlamışıq, addım atmışıq. Bizlərə mahnılar verirlər. Yox, bizlərə pul söhbəti deyirlər. Amma nədənsə baha verirlər. Yox, elə şey yoxdur. Bizdə yoxdur elə bir şey. Bizə o mahnını verən də bizim dostlarımızdır. Və görürsən ki, neysə anlaşılmazı oldu. Mən dedim ki, tanınmış, populyar və belə deyək, yetərincə artıq sözünü demiş bəstəkarlardan. Mən demədim hansısa meyxanaçıdan. Yox, bəstəkarlardan bu dəqiqə var, mahnı var, amma adını elə deməyək. Çünki elə mahnı hazır deyil. Ya da ki, pul hələ yığılır. Yox, mahnı hazır deyil. Elə mahnı ərsəyə gəlmir. Meyh vermişsin. Öyle şey olar. Çox üzr istəyirəm. Buyurun. Tanınmış bəstəkar deyəndə yəqin ki, Fərid Kərimli tanıyırdı dostlarımız. Yəni, yetərin qədər tanınır da. O da belə deyək ki, ucuz mahnı satmır da, yəni baha satır mahnıların. Hər işin öz qiyməti var. Tanınmış müğənnilərə də mahnı verib, mənə mahnı verib, hörmət edib mənə. Çox sağ olsun, elə buradan da salamlayırıq. Sayqa xanım, bizə çox hörmət edirlər. Yox, tanışlıq yox. Sırf Azərbaycan belə psixologiyası ilə. Yəni, o dərəcədə də tanışlığım yox idi mənim mahnını götürəndə ondan, amma sağ olsun ki, yenə də... Amma mahnı götürən ərəfədə nəsə tanışlıq əmələ gəldi. Təbii halda da olur, amma... İndi birini də deyimdir, birini də deyim, elə canlı verilişdə. Vasif qardaşımız da inşallah bir mahnı mənə söz veribdir. Vasif mənə çoxdan söz vermişdi mahnıya, amma ki, indi görək. Vasif, peşman olmadın verilişə gəlməyimə. Vasif yadından. Əzəli şey olar. Siz mənim dostlarımsınız, hər şeydən də bax, sənəti bir yox, yaxşıdır, məndə qəhrələnmir. Hə, yaxşı. Allah, mən yaxçılmır.
İnşallah. Vasif bizim dostumuzdur, biz qardaşlıq edirik. Bəli. O dərəcə. Yəni bilirəm, söz onda deyil. Mən yəni işdən danışıram. Mənim özüm də mahnı yazıram. Ha, bu dəqiqə ən gözəl belə deyək, Variant. ən gözəl variant bugün özün yazıb, özün bəstələməyin və ya bəstəkarlar mənə imkan olsaydı özünüz bağışlasınlar. aranjировка Var, o edin. istedad var da, duraq deyə yoxdur, var. İndi bu yaxın Yəni günlərdə... təhsiliniz varmı bununla əlaqəli? Yox. Musiqi təhsil bununla əlaqəli bir təhsil yoxdur. Neçə yaşın var? Niyə elə yazıq soruşur? Neçə yaşın var? Yox, dedim neçə yaşın var? Çox da 30-dan biraz yuxarıdır. Xanım da Zeynəb neçə yaşın var? 29 oldu yaşım. 29. Əhsən sənə. Allah mənə yaşlanmağı nəsib eləsin inşallah. Amin. Vasifdir göz görə-görə Allah qocal. qismət eləsin 40 illik eləyik, hələlik 35-dir. 35. Yubileydir. Vasif, 32. sən Mətan? 31. Məndə də 33-dür. 30. Demək Aramızda olar ən yaşlı, aramızda ən yaşlı, aramızda sizsiz. Aha, mən onsuz da Sayqa xanım, eyni yaşıdır. Biraz bundan öncə Zeynəb çox qəşəng söz dedi ki, Allah Teala bizim hamımızı yaşlanmaq nəsib etsin. Hamımıza nənə baba olmaq nəsib etsin. Və mən öz yaşımla qürur duyuram. Mən öz yaşımla qürur duyuram və mən çox sevinirəm ki, Vasif ən azından səndən yaşa böyüyəm. Sayqa, neçə yaşlı? Mənim 48 yaşım var. 48, heç vermək olmaz maşallah. Mən 55 zat deyirdim amma... 55 nedir? Allah o yaşları görməyi nəsib eləsin hamımıza. Nəyə görə? Yəqin ki, bu mahnı necə yazırsan ümumiyyətlə? Kimdənsə hansısa həyatda olan hadisələrdə eşidirsən? Yenə həmən sual. Yox, valla, mən yazdıqlarımın hamısını yaşasaydım... İlk dəfə də sənə verirəm ki, sadəcə olaraq biri var ki, sifarişlə, bir də var ki, səni təsirləndirən. Yox, bu mahnı mənə sırf necə yazmışam mən mahnımı, mikrofona götürmüşəm, bizim İlqar dostumuz, aranjmançımız İlqar İlhamoğlu, mənim bütün mahnılarımın aranjmançısı odur. Bizim studiyamız oradadır da, yəni bir yerdə çalışır İlqarla. Mikrofonu mən götürdüm əlimə bu mahnını yazanda. Mən bilmirdim sözü nədir, musiqisi nədir. İlqara dedim sadəcə olaraq harmoniya ver mənə, vəssalam. Və bir dəfə oxudum onu bədahətən. Sözünü də, musiqisini də. Əla. Bizim dəyərli musiqiçilərimiz sağ olun, çox sağ olun. Haqqınızı halal eləyin, əziyyətinizi halal eləyin hər biriniz. Məşqsiz filansız, valla... Bilirəm. Ekspromda biz... Bax, elə ona görə peşəkarlıqdan söhbət eləyirik. Bəli, maşallah, Rövşən qardaşın başlamaqla bütün dostlarımız var. Bəli, bütün musiqiçilər maşallah. Çünki bu məşqsizdir, düzdür, orada olur da bu mahnını bilmirlər. Təbii. Ola bilər mən oxudum, mən hansısa harmoniya düz gəlməz. Məsələn, canlı ifanın özünün gözəlliyi onda deyilmi? Amma yenə də şükür, hər şey gözəl, hər şey maşallah yaxşıdır, var olasınız. Sağ olun. Əlbəttə. Bax, amma Zeynəb üçün hansısa mahnının sözlərini yazmısanmı? Yazanda onda necə dəyişiklik olurmu? Yoxsa özünün... Yazıb, hə, yazmışam. Yoxsa özünün istəkləri ora əlavə olunub? Yox, mən buna niyə qulaq asıram? Yox, bu bir dənə mahnısını yazır, məsələn, deyirəm ki, burada bu söz necədir də, yəni gözəl. Bilirəm, axırı deyəcək ki, yəni mən özüm yazmışamsa, yəni bilirəm də. Mən bilirəm ki, bunu yazmışam. Gəl indi öldür deyəcək, yox, düzdür. Səhv də olsa deyəcək, mən yazmışam. Elə o barədə sadəliyi var. Bəs Mətənə, səndə necədir vəziyyət o barədə? Mahnı barədə. Mənim mahnılarım 2014-dən başlamışam, ancaq saytlarda, internetdə, belə saytlar üzrə. Aygün Bayramlı cavan bir xanımdır, Dehardasan oxudum. Bu, indi ifa etdiyim mahnı gələn deyirəm, o da Aygün xanım Bayramlıya aiddir. Çox cavan və istedadlı xanımdır. İlk mahnım Günah deyilmi, Şahin Tayfuna. Bəs indi nə ifa eləmək istəyirsən, o da... İndi istəyirəm Talib Talehin o qalmaqallı mahnımızın. Qalmaqallı mahnı, əlbəttə. Heç mən bunu qaçıraram mı? Buyur, ifaya. Sayqa ilə verilişi Ayla İstirahət Mərkəzinin sponsorluğu, Güvən Taksi və Optimal Mebelin təşkilatı dəstəyi ilə davam edir. Cehiz almaq istəyənlər üçün Optimaldan əla fürsət var. Belə ki, Optimal Mebel hədiyyə yağışı kampaniyası çərçivəsində 2000 manatdan 4000 manatadək mebel alana 82 diagonal televizor, 4000 manatdan 8000 manatadək mebel alana 82 diagonal televizor və ya qab yuyan, 8000 manatdan yuxarı məbləğdə mebel alana hər kəsə həm 82 diagonal televizor, həm qab yuyan, həm də paltar yuyan üçünü birlikdə hədiyyə edəcək. Daha nə istəyirik ki, cehizinizi optimal
tamamlayacaq. Və salam, istədiyiniz mebeli optimal.az saytından yaxud optimal mağazalarına yaxınlaşaraq seçə bilərsiniz. Vasif, sənin isə nəzərinə çatdırım ki, ora gedib neysə almaq istəsən, mənim adımı ver, endirimin daha varındır. Bir desə 5 elədir. Bəli. Güvən Taksi ucuz və keyfiyyətli taksi şirkətidir. Belə ki, Güvən Taksi çox funksiyalı mobil tətbiqi ilə sürücü və sərnişin arasında əlaqəni daha da asanlaşdırır. Təhlükəsiz xidmət, sərfəli qiymət istəyirsinizsə, əlbəttə Güvən Taksiyə müraciət edəcəksiniz. Xidmətlərdə taksi, dayə, saat hesabı taksi xidməti, transfer və kuryer xidməti daxildir. İstər mobil telefonunuzdan zəng edib, istərsə də onlayn istifadə edərək sifariş verə bilərsiniz. Ulduz 1188. Elə indi bizə zəng edin, sifariş edin. Sizə xidmət göstərməkdən məmnunluq duyuruq. Hislərimiz indi olub ürək ləkəmiz, daha yad baxışla baxır gözlərimiz. Solsa da eşqin çiçeği qalır duyğulandıran iyi, ürək gecanlayar ayrılığı acı gerçeği. Solsa da eşqin çiçeği qalır acı gerçeği. Ne kalıb indi, ne kalıb o sevgiden aramızda, təkcə kövrək xatirələr, icran əzabı canımızda. Ne kalıb indi, ne kalıb o sevgiden aramızda, təkcə kövrək xatirələr, icran əzabı canımızda. Geçip zaman, sevgi zemin biçip zaman, daha kavuşmağımıza yoktu güman. İster bir gün uzak olasan, ister illeri atlatasan, severek ona da bilmek değil asan. Ayrılıp yollarımız bu çoğdu bulan hayallarımız, uçurumlar kimi derin uzak indi
Çox sağ olun. Mən sizə deyim ki, siz biraz da mübarizə apara bilərsiniz bu mahnının üzərində. Çünki onun yazdığı digər mahnılara elə bənzəyir. Yəni, öz yazdığı mahnının biraz sözləri dəyişib, belədir də, yəni. Bu mahnı konsertdə də çox yaxşı qarşılandı alqışlarla. Özü də bildi ki, bəyənildi hətta. Ona görə? Bilmirəm səbəbini. Mənə dedi ki, sən əziyyət çəkməlisən. Mən dedim, artıq mən əziyyət çəkirəm. Mənim bütün nə qazanıramsa mənim mahnılarımın üzərindədir. Artıq 2014-də mən əziyyət çəkirəm. İnşallah Allah əvəzini verər olar. İnşallah. Elşad, mən istərdim ki, sən bir mahnı ilə ifa eləyəsən və belə deyək də, dedin ki, bəstəkar mahnısı da alıram, onlarla da işləyirəm və demək olar ki, bu sahədə artıq öz işlərini irəlilədirsən. Və hansı bəstəkardan mahnı almışsın, hansı yeni mahnı ifa eləmək istəyirsən? Yeni mahnı deyəndə, yəni ki, belə də, yəni ilk ifandır, yəqin ki. Dostlar da tanıyır, mən uzun illərdə oxuyuram, amma biraz mən də üzərimdə çalışan adam deyiləm. O baxımdan mahnılarım çox azdır. Yəni, tənbəllik var da. Tənbəllik? Çox, çox. Səhər idmanına qalxmır, sulu yeməyinə fikir vermir. Neçə il ərzində bir mahnım var. Bir mahnı Yaşını gizlədir. Olmaz elə. Yaşın gizlədir. Ərzində. Yox, olduğu kimidir. 39 yaşı var. 33 eləyir. 39 sıx 6, 33, 6 il. Olmaz. 6 il. 30-dan aşağı düşmədim ki, əsas o şükür. Buna da şükür eləyir. Buna da min şükür. Elə isə buyur ifamı. Mən də istərdim, yeni mahnımı gətirməmişəm bura. Mən gəlib gətirərəm. Vasif dostumuz da Vasif olar da. İnternetdən istəsəz, oradan da səsləndirim. Onu evdə. Gələnmir. Burada bizim musiqiçilərimiz maşallah. Əgər musiqiçilər varsa, evə getməyə vasifə heç ehtiyac yoxdur. Əyləş. Hələ söhbətlər var. Xalq mahnılarından ifa edilir. Buyur, Parça balada muğamda ifa edilir. Buyur. Mən gəlmişəm sizə qonaq, ayar mənə bax, bayaq, ceyran mənə bax, bayaq. Aç qəlbini Başımda yağdamadan hayal sevgilimin, onun yegane ümidiyim, pənah bilməlidir.
keçir görəsən, mənsiz sağ sevgilimin ayım, 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 ayım. Məni deyər düşünər, baxmaz Hüseyin yar sözünə. Məni deyər düşünər, baxmaz Hüseyin yar sözünə. Yanımda hürməti çoxdur vəfalı sevgilimin. İnanmışam ona mən, İnanmışam ona mən, dönməz əhdi peymanından. Sevindirir məni əqli kəmalı sevgilimin. İnan mənim sözümə eylə ehtiqatmışlar, bütün cəhana dəyər təkcə xalı sevgilimin. Aman aman, aman aydadı güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, nə gözəlsən ay güllü. Güllü güllü güllü, ay məzəli güllü. Tavus kimi qalxdı çeşmə başına, bütün gözəllərin gözəli güllü. Tavus kimi qalxdı çeşmə başına, bütün gözəllərin gözəli güllü. Almadı yanağı, güllür buxağı, dodaqlar beyni məzəl güllü. Dodaqlar beyni məzəl güllü. Güllü güllü güllü, ay məzəl güllü. Güllü güllü güllü, ay məzəl güllü. Güllü güllü güllü, nə gözəlsən güllü. Güllü güllü güllü, ay məzəl güllü. Güllü güllü güllü, nə gözəlsən güllü. Güllü güllü güllü, ay məzəl güllü. Elşad Əzizi. Düz dedim, doğrudurmu? Bəli, Əziz, sağ ol, ay Əzizi. tamamilə doğrudur. Teşekkürler Çox sağ olun. Elşad. Siz sağ olun. Elə görsən ki, ehtiyac olmadı vasitə bir də gedəsən diski filan harasa gətirməyə. Sağ olun, sağ olun. Bax, dost yolunda Çox sağ olun. fədakarlıq eləmək lazımdır. Yenidən musiqiçilərimiz çox Bax, sağ bu qədər olsunlar. gözəl Hər zaman bizim musiqiçilərimiz ola. Elə deyil əziyyətimiz var. Zaki. Əlbəttə ki. Sağ olun. Təşəkkür edirəm və biraz bundan qabaq Zeynəb, elə biz səninlə danışırdıq ki, tək ifa məsələsi haqqında. Hə. Elimdə tək ifa. Hə. İstəsəm amma çox Onlar xoşum gəlir. mahnının adını mən təqdim edeyim. Çox gözəl nədir, bəlkə deyəsən mənə. Mən sənə deyə bilərəm. Elə ətirlər var ki, mən həqiqətən sevmirəm, illərlə eyni ətir vururam da. Bilirəm də sən. Amma bu dəfə təsadüfən Instagramda Parfüm de Avropa.
belə bir səhifəyə girdim və həqiqətən də... Hədiyyə yoxsa almışsan? Yox, aldım. Aldım, amma söz verdim ki... 2 dənə hədiyyə gözləyirəm onda mən. Biri sənə, biri mənə. İnşallah, mən inanıram ki, hədiyyə də eləyərlər. Amma nəyə görə mən deyirəm aldım? Çünki orada, məsələn, adi, belə deyək də, mağazalarda 500-600 manatı olanlar, burada bilsən neçəyədir? Neçəyə? İnanılmaz qiymətə. Hə, neçə? Daha doğrusu o qədər də deyil, amma hər halda. Bunu, bunlar bilməz, kişilər belə bilməz. Bilənlər də ki, heç bir hiss eləmədi, bir dənə məndən başqa. Sən hiss elədin. Doğrudur mu? İnarsan ki, mən hətta... Amma kişilər üçün də... Kişilər üçün də var. Siz indi xanımsınız da, çox belə yaxınlar. Mən sənə deyim, həqiqətən, kişilər üçün də çox gözəl orada ətirlər var. Mən onun nömrəsini qeyd eləmək istəyirəm. Çünki dedim ki, proqramdan təşəkkürümü bildirəcəm. 055 839 48 18. Çox rahat, asant bir nömrədir. Siz ora zəng eləyə bilərsiniz. Pulsuz gətirəcəklər, çatdıracaqlar sizin üçün. Parfüm de Avropa. Super. Təşəkkür edirəm mən onlara. Həqiqətən də ləzzət alıram. Bir neçə gündür ləzzət alıram bu qoxudan. Burada ləzzət alıram. Sayqa, gəl otur, burada biraz iyiniyim. Olar, buyur Zeynəb. Buyur, ifa elə. Sayqa ilə verilişi Ayla İstirahət Mərkəzinin sponsorluğu, Güvən Taksi və Optimal Mebelin təşkilatı dəstəyi ilə davam edir. Sensiz dedin olmaz, kalbim durar vurmaz dayanamam. Sevgin yalan yanlış, bir başkası varmış ovuda. Feryat bakan gözden, ben bizi herkesten korudum. Artık yeter bitsin, kaş yaklaşım etsin. Bağlandığım insan, öldün daha yoksan bağrımda. Bağlandığım insan, bensiz yaşayırsan bağrımda. Bağlandığım insan, bildin ki yalansan dünyamda. Bağlandığım insan, pişman olacaksan en sonda. Sensiz dedin olmaz, kalbim durar vurmaz dayanamam. Sevgin yalan yanlış, bir başkası varmış ovuda. Feryat bakan gözden, ben bizi herkesten korudum. Artık yeter bitsin, kaş yaklaşım etsin. Bağlandığım insan, öldün daha yoksan bağrımda. Bağlandığım insan, bensiz yaşayırsan bağrımda. Bağlandığım insan, bildin ki yalansan dünyamda. Bağlandığım insan, pişman olacaksan en sonda. Bağlandığım insan, öldün daha yoksan ağlımda. Bağlandığım insan, bensiz yaşayırsan bağrımda. Bağlandığım insan, bildin ki yalansan dünyamda. Bağlandığım insan, pişman olacaksan en sonda.
teşekkürler. Sağ olun. Çox sağ olun. Buyur Əfsun, sən dinləmək istəyirik.
Təşəkkür edirəm sizin hər birinizə. Artıq verilişin sonuna yaxınlaşırıq və mən inanıram ki, siz gənclərin və yeni belə deyə addımlayırsınız və sizin, baxmayaraq ki, doğrudan da həqiqətən də uzun illərdir bu, məsələn, bu sənətdəsiz, öyrənirsiniz, çalışırsınız. Yolunuz elə hamınızın açıq olsun. Əlbəttə, Eren qrupu ilə birlikdə və bütün tamaşaçılarımızla birlikdə burada həddindən artıq çox gözəl, yeni modeldə olan, yeni formada olan gün eynəkləri var və əlbəttə ki, belə deyək, Memar Əcəm metrosu stansiyasının yaxınlığındadır. 051 913 90 13. Amma elə Instagram üzərindən də Eney Optik yazaraq siz mallarla tanış ola bilərsiniz. Çərçivəsini dəyişməkdir, şüşəsini dəyişməkdir. Hər nə qulluq lazımdırsa hamısı orada olunur və əlbəttə ki, eynəklərlə də tanış olun və alın. Təşəkkürlər Eney Optik və əlbəttə bu mümkün deyil. İstər bax yaxın gəl, istər bax sənin kimi incə-mincə olsun, istər mənim kimi dolu olsun. Fərq eləmir. Fərq eləmir. Fərq eləmir. Önəm daşıyan odur ki, bax Nərgiz butikdə hər formada paltarlar var. Əlbəttə. Sən əyninə elə gözəl giyimlər var, mövsüm. Həm də ki, bu var ki, mövsümdən asılı olmayaraq hər zaman endirimlər var orada. Sənin də adın varsa, yəqin ki, daha çox endirim edir. Mənim də adım varsa tam oldu. Tam oldu. 5. Ləlilən təşəkkürlər Nərgiz butik. Təşəkkür edirəm. Bax, burada gördünüz pavilyonumuzu çox qəşəngüllərlə bəziyiblər. Ağ çiçəyim. Təşəkkürlər Ağ çiçəyim. Minnətdaram sizə. Və sonda bir təşəkkürümüz qaldı. Onu da eləyək görə. O təşəkkür də tamaşaçılarımızadır. Çox sağ olun. Və Eren qrupudur. Təşəkkür edirik. Və Rövşən, çox sağ ol. Aslan, sən də yaxınlaş bura və hansı mahnından bir dənə bitiririk? Oynayaq biraz. Aycan. Onlar mənim burada bir qardaşım qızı var. Dünənlərdə bir qonşu kanalların birində qonaq oldum. Onun adını orada çəkməmişəm. Buyur. Qardaş balasıdır, Rəmziyə qızımı salamlayıram. Bir dənə onun adını çəkəcəm. Biz də Rəmziyəni salamlayırıq və öpürük. Buyur əzim. Bir dənə mahnı oynayaq. Oynayaq, hə? Oynayaq. Sözü dulsun məzəli, ayır benim gözəli, hər şən baban zavizlə, sayqa ilə öpürdə. Sözü dulsun məzəli, ayır benim gözəli, hər şən baban zavizlə, sayqa ilə öpürdə. Sayqa ilə verilişi Ayla İstirahət Mərkəzinin sponsorluğu, Güvən Taksi və Optimal Mebelin təşkilatı dəstəyi ilə təqdim etdi.